Sən belə bilirsən, bu belə eləyir. Nossa o vaxtdan elə başlayıb. Ana mən də vecimə çıxıram öz üçün muşkulatlayıram da meydanda. Hər şey bir tərəfə Alexis Sanchez'in əldə futbol oynadığını bilmirdim. Birinci penaltı yox idi. Mendesi bir dənə bax qardaşım. Hardcore sevirdi orada. BDSM zad bəlkə də. Elvin hardadır? Hardadır? Şahruddin'i gətirin. Ronaldo kimi nümunə var. Adamla məşqə girirsən, bu getdin nəfər qamış yeyən oldu. Ay it döyən deyil bu elə. Liverpool 3 turdu səmərəli şəkildə bılaya gedir. Bizə türklər də öyle baxır. Arkadaşlar belə. Arkadaşlarım biletdən ala. Sən belə futbola. Bəli. Axşamınız xeyir əziz Vuzala Media izləyicilər. Zarafat Qərb Ekspresin 8-ci buraxılışına gəldik çatdığa. Sezon 8 dənə verilişəymiş Qərb Ekspresindən. Heç azdır da. 8 niyə? 6 tur deyildi. 8-ci oldu. Mən də bilmirəm. 7-ci turdur bu da. Bir dənə milli 7-ci turdur da. Milli fasilə oldu da bir dənə arada. yes, Bir də təxminlər falan bölümü çəkmiş. Var. Hə, okey. Bəli. Onda okey, praşayev. Keçən həftə belə Real uduzdu falan. Başıma yaxdım Barselona nə günə qoydular ala Barselonanı. Çox biabırçı vəziyyət. Formasını da geyindim oturdum. Samir deyir, qulaq asmırsınız. Hə, 1000 dəfə demişəm, qulaq asın da mənə də. Mən proqnozu nə verdim ki? Barcelona bax, Sevilla, Getafe. Bax bunlar nə xalq? Yox, Sevilla deməmişdin. La başa. Okey də Sevilla deməmsən. Brat, Sevilla keçən mövsümdə Getafe'dən zəif oynayırdı, brat. O görürsən orada çıxır vəziyyətdən. Vəziyyət budur da, brat. Sevilla keçən mövsüm az qalıb liqadan çıxırdı. Hər şey bir qırağa mən Alexis. Hər şey bir tərəfə Alexis Sanchez'in əldə futbol oynadığını bilmirdim. Adam gəldi Barselona'ya qol vurdu. Burada bilinmir ki, doğrudan Sevilla yaxşı vəziyyətdə bala çıxardır özünü, yoxsa Barselona pis gündədir. Amma Barcelona orada pis gündədir. Əks hücum futbolunu yaxşı oynadı. Yəni Lewandowski konkret batırdı da bu oyunda. Yəni 2-2 elə bilərdi və orada hər şey ola bilərdi. O alınmadı. 2-2-dən sonra mən də razıyam ki, çevirəcəkdi Barselona. Çevirə bilərdi. Pırsı bir dənə məsələ var ki, bir də azarkeşlərlə də danışıram. Orada Barcelona azarkeşlərlə xahiş edək ki, bu mövzunu danışaq. Deyək ki, Erling Haaland Barcelona gəlsə, məsələn Lewandowski yəni 9 nömrə nə dərəcə uyğun gələr sistemə ümumiyyətlə və nə verəcək Barcelona? Sizcə uğurlu ola bilər Erling Haaland? Yəni bu Lewandowski-ni çıxartsa? Məncə yox. Yox, niyə? Çünki Erling Haaland ona işləyəcək bir dənə dispatcher üzərindən çox asılıdır. Yəni bir dispatcher komanda olmalıdır ki, ancaq Erling Haaland üzərində işləsin. Amma Flick elə komanda yığmamışdı da. Bir də ümumiyyətlə elə futbol oynamır. Məsəl üçün mən Flick'in Bayern Münxenin gözümün qabağına gətirirəm. Düzdür, Lewandowski orada da bombarder idi, çox qol vururdu, amma Lewandowski orada bağlantı oyunu da qurdu. Wingerləri, Gnabry'ni falan da çox belə bəsləyirdi ki, onlar da qol epizodları yaradırdı. Erling Haaland Pep Guardiola kimi bir false nine-ın yaradan adamın əlində belə bağlantı oyunu inkişaf eləmədi. Hələ də zəifdir. Erling Haaland pas verə bilmir bu. Hə yəni orada belə inkişaf edə bilmədi. Erling Haaland pas verə bilmir. Pas verə bilmir, bəli, razıyam. Prosta İngilis futbolu biraz daha sərtdir, amma İspaniya futbolunun daha elə ki bilirsən ki, ən azından 2 dənə rəqibin var, sonra onlar da oynamalısın. Burada isə daha geniş bir rəqib portfolyosu var da. Keçən ilin Barselonasını gözümüzün qabağına gətirir. Orada belə Lewandowski mərkəz müdafiəçiləri özü ilə gətirirdi. Rafinha, Yamal və ya Olmo, indi 10 nömrə kim oynayırsa, onlar boşluqları doldurub qol vurdular. Erling Haalandda o funksiya yoxdur. Mən bir söz deyim sizə, yəni ümumiyyətlə də indi Lewandowski-ni siz deyirsiniz ki, indi səndəki batırdı Lewandowski falan. Oyun özəlində də momenti. Burada problem o idi ki, yəni Barselona ümumiyyətlə Yamalsız çıxdı. İndi Yamal yoxdur, Rafinha yoxdur. Flick də yəni peyğəmbər deyil ki, yəni boşluqdan nəsə çıxartsın. Sevilla da bu mövsüm indi bilmirəm ki, əla bir xod yığıb, amma pis deyildi. Yəni Sevilla bir balaca özünə gəlib. Keçən mövsümdəki Sevillaya oxşamlığı yaxşı. Oxşamlığı özünə bir balaca gəliblər. Və Araujo da qamışyənlik eləməyib. O erkən neçənci dəqiqədə, 5-6-cı dəqiqədə penal qazandı. Və ümumiyyətlə bu yaxınlarda mən bir dənə şey gördüm. Barselonanın buraxdığı bütün qollar eynidir. Hamısı bir-birinə oxşayır. Sağdan sola ötürmə bu qol. Amma öz aramızda birinci penaltı yox idi. Abi necə yox? Araujo nətərsə tupo idi, aydın məsələdir. Amma təmiz yəni oyun epizodu idi. Yəni korpusa, yəni çox belə müəmmalı bir penalti. Abi nə ki korpus. Mən gedirdi. Şey eləmə. Korpus idi. Heç arxasında da deyildi. Bax epizodu verəcəm burada, baxar. Ver. Mən İzləyicilər də hətta kommentator da orada demişdi ki, yəni belə penalti olmur. Əməlli başda Araujo belə qucaqlamışdı Sanchez'i. Daha bir dənə Valerin fəndi kimi orada nəsə belə bir qeyri-adi, dəhşət bir foul yox idi. Yəni
O sudya düzgün məncə qərar verməlidir. Mən demirəm ki, bu Nigel Dean Xabi Alonso'nun sinəsinə təpik vurmuşdu. Elə bir epizod təbii ki, yoxdur. Amma orada bu məsələ var ki, bir tərəfdə qamışıyan var, bir tərəfdə ən azından təcrübəli bir futbolçu var, hücumçu var. Orada o penalı ala bildi. Oyuna razıyam. Amma yəni ora penal çalarsan da bir zəhmət ver də. Mən verməzdim. Yəni ümumiyyətlə indi ikinci təmdə əsasında Balde daha çox hücuma qoşulurdu. Qoşulurdu deyə, yəni o zon ümumiyyətlə Barsa da ümumiyyətlə yəni yuxarı blokla oynayır da, hündür blokla oynayır və ondan sənin krayni zaşniklər də qoşulanda qabağa özü də qayıtmağı biraz təngi nəfəs olur, qayıda bilmirlər çünki ancaq gol vurmaq fikirləşirlər. Orada məsəl üçün Ferran Torres'in yerinə kim girmişdi? Yeni transfer. Barca. Roni Barca. Barca orada vursaydı 2-2-də. Hə, o oyun çevirərdi, daha sakit oynayan. Barsa indi tam olar. Çünki yenə təcrübəli futbolçu yoxdur. Barsada bir nəfər yoxdur ki. Mən təcrübəli Lewandowski'dir də. O da Lewandowski keçən dəfə mən danışdım da niyə görə normal oğlan deyil. Yəni bir dənə təcrübəli insan futbolçuluğundan oğlanlığına keçdi. Bir dənə təcrübəli insan orada Flickdir. Yəni Flick də dəqiqə başı kamera göstərir, Flick bunları göstərir ki, belə-belə göstərir, belə-belə göstərir, belə-belə göstərir, belə. Yəni sakitləşin də, okey, biz 2-1 uduruq, amma o demək deyil ki, yəni Kubarsi gedib hücumda oynamalıdır. Amma biraz bizə gəlir, nə oldu? Cavan uşaqlar damısı, qınamıram. Amma mərkəzdə bir nəfər də olmalıdır, heç olmasa da, yəni Pedri o funksiyanı etmir, De Jong da Padavna. Yəni bir nəfər olsaydı ki, deyərdi ki, misal üçün uşaqlar, okey, indi Rashford var, Lewandowski var, Barca girib, Barca girib, okey, Balde sən qoşulursa, biz heç olmasa bu tərəfini tutaq da, saxlayaq bu bloku. Onlar eləmədilər, tamamilə hamı hücuma qoşuldular, ona görə də 4-1 oldu. Plus da 3-cü qolunu necə buraxıb, yəni Şesni bu topu necə buraxdı? Yəni orada XG sənədə 0-0-0-1-dir, bəlkə belə bir şeydir. Mən oradan gözlədim ki, topu pas verəcək sol kraya, tipik bir qol alınacaq, o da olmadı. Plus penaltini də vura bilmədilər. 76-cı dəqiqədə. Sən deyirsən, misal üçün birinci ara, onda Rashford'un penalti yox idi, sənin məntiqi ilə. Burada daha çox idi. Amma penalti. Pedri'nin Rashford asisti çox gözəl idi. Çox əla idi. Yəni prosta indi Barcelona keçən mövsümdə belə oyunlarda xal itirmişdi. İndi bir də mənə çatmır. Bu Yamal niyə bu nahiyədən həmişə zədə alır? Bu şeylə əlaqəli, cırtdanlarla əlaqəlidir. Boy tutuzdıra bilmir deyə. Mən çox maraqlıdır. Ya da belə eləyib çox naqdısı qayısalır. Yəni bir insanın bu qədər zədəsi niyə sırf orada olsun? Bəlkə qasıq bölgəsində problem var, anadan gəlmə travmalıdır falan. Sümük yoxdur. Məndə başqa versiya var. Başqa xəstəlik. Partnyorları dəyişir. Yox, hardcore sevir də orada. BDSM zad bəlkə də. Ondan hər şey gözləmək olar. Paspartu ilə BDSM. Yes. Plus da indi Rafinha'nın keçən verilişdə mən dediyim podkastda, yəni Rafinha'nın yoxluğu əsasdır Barcelonada. Barcelona təsir edən sırf Rafinha yoxluğudur, Yamalın yoxluğu deyil. Hətta PSG ilə də oyunda keçən verilişdə yadından çıxıb bunu deməyə, Yamal orada PSG-yə qarşı oynamağa çıxmamışdı. Yamal Mendes'e qarşı oynamağa çıxmış. Çünki Portuqaliya udmuşdu onları, gəldi güya qisas almağa. Sən Mendes'dən nə qədər qaça bilərsən? Mendes'i başına çilədi o. 30 dəqiqə. 30 dəqiqədə sən Mendes'dən qaçdın. Mendes'i bir dənə bax qardaşım. İt döyəndir bu. Bununla sən fizika apara bilərsən. Mümkün deyil. Döyəndə babat qol vurdu. Çox qəşəng. Yəni mümkün deyil də. Bax, Barcelona da Flick bunun üstündə işləməlidir ki, futbolçuların psixoloji durumunu düzəltsin. Yəni onlar başlasın ki, okey, sizin fanatlarınız var, sizə fanatlar deyirlər ki, siz hamıdan yaxşısınız. Bunu meydanda sübut eləmək lazımdır. Necə ki, Gonzalo Ramos'dur deyir, Pedri deyir, mən ən yaxşı komandada oynayıram. Okey, fikirləşə bilər, amma meydanda sübut elə ki, sən ən yaxşı komandada oynayırsan. Ən yaxşı komanda bizik. Qutardı getdi. Yəni o söhbət var. Barcelona biraz bu mental problemlərini aşsa və hansısa bir yetkin futbolçu peyda olsa, mütləq transfer lazımdır Barcelona. Keçən oyun mənə dedilər ki, o Bernal dedim, hamının belə xətrinə dəydi ki, dostumuz qardaş da yazmışdı ki, bəs yəni qardaşım Bernal tanımırsan zət. Olsunlar. Liverpool alır keçir. Yox, başqa da daşdı. Ziya ilə mənim dostum. Bernaldır, Martindir, odur, budur. Yox da yəni, okey, Yamal çıxdı. Sonra kim var? Kubarsi çıxdı, Casado çıxdı. Qutardı getdi. To da Casadonu satmaq istəyirdilər. Plus da əlbəttə ki, ən böyük problem Martinez'in getməsidir. Yəni Martinez'i çıxartdılar, satdılar, amma yerinə heç kim almadı. Yəni sən Kubarsi okey, ağıllı müdafiəçidir, amma Kubarsi cılızdır. Kubarsi cavandır. Və təcrübəsiz. Yanında da okey, Erik Garcia'dan Flick bacar, heç kəsin eləmədiyi Erik Garcia'dan Flick onu çıxardırdı. Yəni
Flick orada cırışırdı bildiyin. O deyirlər Flick niyə görə Barselonada belə sevindi? Çünki bilin Barselonanın bu heyətini biz Xavi ilə görmüşük. Yəni eyni heyət idi, heç nə dəyişmirdi. Yamal da var, o da var. Flick onlardan nəsə çıxardır. Flick şey idi, şaxtyordur da elə. Quyu qazır. Amma bu quyunun sonu var da yəni də. O bəzi futbolçular bu quyunun sonu çatıb. Məncə Yamalda da o çatıb yavaş-yavaş. Vota-vota da yaxınlaşır. O xarakteri dəyişməsə, o quyuda batacaq. Və istənilən akademiyanın da bir şeyi var da, maksimumu var da. Onun üstündə daha akademiyadan nə qədər sən material çıxarda bilərsən. Bu yaxınlarda mən Ajax Akademiyası haqqında bir bədii deyirəm, sənədli film baxdım. Və həmin Ajaxın məşqçiləri, köhnə məşqçiləri, Kluivert'ın vaxtından, Sneijder falan, o məşqçilərinin intervyuları var idi orada. Və onlar deyirlər ki, bizim Ajaxda bir dənə məqsədimiz o idi ki, biz futbolçunun limitini bilək. Biz uşağın limitini öyrənirdik. Bu uşaq 17 yaşına kimi hara çata bilər. Məsəl üçün Sneijder'in limiti sürətində bu qədər idi və biz ona görə onu uşaq vaxtında başqa cür yükləyirdik. Başqa yüklər verirdi onun üstündə ki, bax sən bunu eləyə bilərsən. Burada səndə limit bu qədərdir. Və hər futbolçuyla danışanda ayrı-ayrı danışırdıq. Ona başlayırdıq. Siz nə edirsiniz bilən? Sən belə bilirsən, bu belə eləyir. Mən bilmirəm kimə baxım danışım bilən. Kameraya. Mən də belə seriozla danışıram. Baxıram biri SpongeBob'la Squidward elə otururlar. Короче, demək Barselonada yəni Ajax sistemində işləyir. Prosta indi Barselona fanatları daha çoxdur və fanatlar bəzən futbolçuların şişirdir. Və bu normaldır, bu okeydir. Sadəcə məsəl üçün Casado ilə Fermin Lopez zədələnməsə bu qədər tez. Məncə onlar xarakter olaraq Yamaldan da, Pedri'dən də, Rafinha'dan da güclüdürlər. Liderlik keyfiyyətləri var. Məsələn, Gavi'də də o var, amma Gavi biraz şüvəndir. Gavi biraz başqa cür. Gavi onsuz da yoxdur. Gavi onsuz da yoxdur da. Gavi zədə. Gavi. Keçən dəfə bizim qrupda danışdığımız bir məsələ vardı, PR eləmək. Yes. Barselona xüsusilə bu maliyyə problemləri çəkir deyə əldəki starlarını PR yönümlü daha çox istifadə edir. Bu gənc futbolçunun da sən PR yönümlü daha çox istifadə edirsən, onun fintlərlə, editlər, o yan bu yan marketinq işlərini, forma satışları, reklamları. O istər-istəməz bir futbolçu kimliyinin yanında influencer kimliyinə də bürünür. Auditoriyası genişlənir, artıq gənc olduğu üçün beyin istər-istəməz ora yönəlir, o ulduz kompleksinin içinə qapılır. Onun üçün meydanda belə problemlər yaşaya bilir. Və ümumən də bizim indiki dövrdə futbolda mən şahid olmuşam ki, yəni son bir 10 ildə bir futbolçu 2 oyun oynayır, ulduz olur. Yəni mümkündür. Messi 2006-dan futbol oynayırdı. 2006-cı ildə Messi'nin qolunu alan 2005-dən darca. Yəni 2006-da okeydə finalda görüb də. Yəni qolunu alan yox idi Messi'nin. Iniesta'nın qolunu alan yox idi. Bu artıq 2008-də falan sosial şəbəkələr başladı. çox da belə inkişaf eləmədi. O məsələ amma yenə də məsələn Messi görürdülər Çempionlar Liqasında. Messi hat-trick eləyəndə Real'a 3-3 qutardı oyun. Dedilər ki, istedadlı bir uşaq var. Messi 4 ildə oynayır, hələ də onu istedadlı uşaq dedilər. Yəni Messi özünü sübut eləyənə qədər ulduz statusu almamışdı. Eynən də Cristiano Ronaldo Manchester United. Manchester United futbolçuları, Manchester Media, ki sən Sportingdən ən bombası olmusan. Gəl burada sübut elə. 4 il brat. Məşhur şey var ya, Portuqaliyada qəlbə nipayətli paltarda zatdı. Saç beyaz. 4 il Ronaldo oynadı. Alex Ferguson oynadı, sol bek oynadı, sağ kənar, mərkəz, nə bilim, az hər yerdə yoxladı. Hər yerdə yoxlayırdı. Çünki sən sübut eləməlisən. İndiki futbolçular elə deyil. Məsələn, eyni şeyi götürək Desire Doué. Desire Doué neynədir? Hamı onu belə, ay bu futbolçu bilirsən neynəyəcək. Qoy nəsə eləsin. O Çempionlar Liqasında vurduğu dilə qol. O qol yəni prosta vurdu da yəni. Top ayağını qoydu vaxtında, top girdi qapıya. O sistemin yetişdirdiyi bir şey idi. Mayolu eyni şey elədi. Mayolu gəldi o da pomidor yumurta da. Hə də pomidor yumurta girdi, 2 sekund bir dənə şakşuk elədi. Amma davam eləyir ha sən deyir. Mayolu davam edir. Niyə Mayolu haqqında heç kim danışmır? Danışacaqlar. Danışacaqlar da bura. Plus yəni məsəl üçün Allegri o dəfə dedi, Allegri o imkan vermir ki, rep yazsın, nə bilim nə zıtbır. Yəni ümumiyyətlə məşqçilər bunun üstünə işləməlidirlər. Başa düşürəm, klublar daha çox pul qazanmaq istəyirlər və məşqçi burada ikinci plana keçirsən. Çox belə bir dənə məşqçi olmalısan ki, Allegri bir sənəyə görə imkan verir. Çünki özü də izləyirdi vaxtı ikən öz karyerasında. Deyir ki, mənim indiki ağlım olsaydı mən İtaliya yığmasında oynayardım.
Və mən ona gətirən ki, yəni, bu dəyişməsə, yəni əlbəttə ki, Yamal kimi istedadlar. Bunun hamısı Neymar başlayacaq çıxır yəni. Yes. Hamısı bu da Neymarın fanatıdır. Neymar, sonra Mbappe, Paul Pogba'da o influencer Jesse. Paul Pogba belə də yox. Yəni Dalbenski şeylər o şey edib Neymar. Nossa o vaxtdan yox, başlayıb. reelsləri çəkilirdi, Neymar. Mbappe deyirəm yenə. Paul Pogba'da şey vardı, o məşhur sevinci vardı, onu marketinqə yönəltdi o. Ümumiyyətlə Braziliyalılar çox belə də Vinicius olsun, şey olsun, adı nədir onun. Ümumiyyətlə Braziliya oyunçuları, təzə oyunçuları deyirəm. Hamısı yoxsulluqdan qalxırlar. O pul, bu görməmişlik, necəsən, populyarlıq bunların yəni başlıca eləyir də o şimdi. Ramin də həmən söhbət. Atası Basak idi. 100% o getdi, bu getdi o zaten, nə bilim. Atası hələ də Basak. Hələ də Basak, proje pullu Basak. Başa düşdün? Pullu Basak. Pasyak. Yəni tem odur ki, okey, biz qınaya bilmərik də. Mən bilmirəm də, mən də belə futbolçu olsaydım fikirləşərdim ki, mən oynadım, 35 milyon pul qazandım. Amma mən nə vecimə, çıxıram öz üçün müşkulatlayıram da meydanda. Amma yəni bu okeydir. Lakin pressa da var axı. Yes. Azarkeşlər var, hansılar ki öz naz qavcırırlar ki, yox bu hamıdan yaxşıdır. Oca bəziləri çıxıb deyirlər ki, Yamal Messi'dən yaxşıdır öz yaşına görə. Hə, gənclər jurnalizm başlayıb o propagandanı aparmağa. Belə şeylər var və onlar lap şişirdirlər axı səni. Yəni məncə biraz bunları dayandırmaq lazımdır. Ümumiyyətlə bu sosial futbolçulara ümumiyyətlə kontrakt yazdıranda, məsəl üçün 15 yaşı var da, sən bilmirsən bu partlayacaq yoxsa yox. TikTok olmaz. Instagramda bunu paylaşmaq olmaz. Sən bir dənə professional olmalıdır, sən futbolçusan. Qalan hər şey Barselonanın səhifəsində olmalıdır. Mən bu yaxınlarda bir şey oxudum, eşitdim daha doğrusu bir türk verilişini, bilmirəm düzdür yoxsa düz deyil. Pepe Beşiktaşda oynayanda həmin dövrdə Beşiktaşın sportiv işləri ilə məşğul olan bir adam intervyu verirdi ki, Pepe'nin Instagram səhifəsini özü idarə eləmirdi. Bir komandası var idi. Pepe'yə deyirlər sən falan gün falan saatda bu haqqda bir story çək, bu şəkli biz paylaşacağıq. Amma indiki futbolçular veriblər əllərini Instagrama, orada milyonlar da gəlir. Verib əllərinə. Nuno Mendes'in Instagramı yoxdur misal. Hə. Ona görə Nuno Mendes belə oynayır. Demirəm olmasın. Yəni o hər kəsin öz şəxsi işidir. Mən söhbət sırf medianı qınayıram. Mən burada futbolçuları qınamıram. Kim nə istəyir onu eləyir. Yəni əgər Barselonanın misal üçün ağlı yoxdursa bunu dayandırsın. Yəni Yamal nə istəyir zor eləyir. Nə eləyir zor eləyir. Belə bir çıxmasın. Hal-hazırda Barselona Yamaldan asılıdır. Yamal Barselona asılı deyil. Yamalı indi Lüboy kluba belə götürər. Bizə səhv ellər götürəndə də, yəni. Necə ki Neymar getdi elə bildi ki, PSG-də nəsə eləyəcək, o da heç tanınmadı. Yəni prosta mənə bir sənə çatmır. Bu qədər nümunələri var hər yerdədir. Yəni neujeli bir insanlar öz yox demirəm, öz səhvləri üzərində başqa ən ağıllı insan o insandır ki, başqanın səhvinin üstündən öyrənir də. Öyrənir və bu səhvi etmir. Amma yəni bunlar qalırlar belənin içində. Misal üçün Neymar indi niyə görə Braziliya liqasını keçib? Çünki Neymarın egosu ona imkan vermir ki, necə eləməyin Braziliya millisinə çağırmırlar. Dünya çempionatı istəyir. Və gör hansı yollarda qalırdı Neymar. Demirəm, o pis yaşayır, amma mental yaşayış da var axı. Bu indi fiziki olaraq daha zordur, amma mental olaraq, beyində, fikirlər falan. Neymarın gözündə yazılır. O dəfə São Paulo azarkeşləri də səhv eləməmişsinizsə oturub danışırdılar bunlardan. São Paulo? Yox, São Paulo deyirəm. Santos azarkeşləri oturur, Neymar presdə belə durur belə, qulaq asır, az qala ağlaya-ağlaya qulaq asır. Neymar Avropada elə şeydir. Onu ağlamaq, o 2-2-dir. Neymar Avropada elə şeydir. Neymar öz prime'ında imkan verərdi ki, nəsə. Gör necə aciz qalıb, futbol baxımından aciz qalıb ki, o hansısa Santosun azarkeşinin sözünə qulaq asır. Məsələn deyirəm də, yəni onun əvvəlki fikirləri belə idi, hansısa azarkeş. İndi başa düşüb ki, azarkeşsiz mən heç kiməm. Yes. Yəni bu gec gəlir insanın ağlına və bəziləri bunu ümumiyyətlə dərk də eləmirlər. Mesela Adriano kimi. Amma Adriano okeydir. Adriano biraz pis misaldır. Adriano vəbsə şeydir. Adriano'nun başqa pis yola düşüb. Hə, ailə problemləri var idi. Və Yamal da indi baxıram ki, atasına baxıram, Yamala baxıram. Mən biz azarkeş kimi heyfslənirəm. Mən okey, sən çıxdın 1-2 dənə fint elədin Mendeslə. Nə oldu? 70 dəqiqə sonra. Nəticə nə oldu? Sən Mendesə qarşı oynamamalısan, sən PSG-yə qarşı oynamalısan, komanda ilə oynamalısan. Və bu da Yamala verilən tırkadır bura. Əlbəttə. Mən demişəm artıq, Yamala qınayırdılar ki, media, pressa, Yamal qol vurmur, niyə o ən yaxşı? Ala, qol vurmaqla yaxşı olmursan. Başqa cürdə yaxşı futbolçu olmaq olar. Klublar artıq öz starlarını yetişdirəndə sırf ayaqdakı istedadı yox, yanaşı olaraq da ağıldakı başa da
yatırım eləməlidirlər ki, bu başı işləyirmi? Mən buna yatırım eləməliyəm? Bu mənim klubumu təmsil eləyə bilərmi bu ağılla gələcəkdə? İndi amma sən demişkən, biraz fint falan eləyə bilir. 2 dənə reel satdığı Instagramda partlatdı, 2 dənə forma satışı o yan bu yan. Bu bizə qazandırır. Sən bu star kimi verək qabağa məntiqi var. Bu yan Barcelona'da var. Barcelona'dan bir 10-15 il əvvəl Manchester United buna başladı. Rashfordlar, Jesse Lingardlar və nəticəsi göz qabağındadır. Mən sizə bir söz deyim. Heç vaxt heç bir Barcelona keçən xəttinə dəyməzsən. Barcelona deyirlər ki, Mes un club. Klubdan daha böyük. Meske un clubda. Son. Yəni Messi dövründən bu yana, yəni deyil. Niyə görə? Çünki özləri öz qoyduğu ənənənin üstünə tüpürürlər. Meski un club klubdan daha böyük. Real Madriddir. Niyə görə? Çünki Fransız pres deyir ki, Ronaldo sən kimsən? Raul sən kimsən? Heç kim Real Madriddən böyük deyil. Amma Real Madrid heç kim böyük deyil. Amma Barcelona niyə görə indi belə vəziyyətə düşüb Barcelona belə böyük bir krizis yaşayır? Çünki Barcelonanın rəhbərliyində, Laportadan qırağa, nə bilim, azarkeşlərdir, kim olursa olsun da, yəni mən qıraqdan baxan bir insan kimi öz fikrimi deyirəm. Onlar o klubun bu fəlsəfəsini əvvəl ancaq belə idi. Barcelona və Barcelona. Futbolçu fərqi yoxdur. Kimsən, nəçisən, neynəmisən? Bu klubu olmasaydı sən bunu etməzdin. Amma Messi'dən sonra başlayan bu dövr, yəni artıq baxırsan ki, bəzi azarkeşlər bəlkə də, azarkeş yox, klubun özü, yəni Yamal'ın nazı ilə oynayır. Necə ki, Messi nazı ilə oynayırdı. Okey, oynamalısan, haradasa sən nazı ilə oynamalısan da, o qədər də yox da, Yamal oruç tutanda 6 dənə fərqli məşqçi veriblər ona, ayrı stadion veriblər. Nə oldu? 16 yaşı var da bunun da. Bunun orqanizmi olsa da bərkdir də ala da. Biz də oruç tutmuşuq, oruç tutub gəlib futbol oynayırdıq, basketbol oynayırdıq, hələ oruç tutat da. Axşam da iftar açırdıq. Yəni belə şeylər, əlbəttə ki, Yamal'ın da fikirləşir ki, mən bura kralam. Mən burada kralam. Mən Ronaldo'ya belə-belə eləyəm. 18 yaşında öldü. Onun üçün köhnə şkola məşqçi, idarə edici lazımdır. Misal üçün, mənə elə gəlir ki, bu dəqiqə Milanda Allegri onu bərpa eləməyə çalışır. Ki, heç kim Milandan böyük deyil. Yenə deyirəm ki, Allegri özü sizəydi oyuncu vaxtı. Yəni, deyirdi də, mənə maraqlandıran nə idi? At stavkaları, nə bilən, qızlar, diskotekalar, zatlar. O Milana gəlib düşmüşdü Milan 94-də. 93-də, 94-də Amerika turnesinə gedmişdə. Arrigo Sacchi'nin vaxtında. Prosta ki, mən çox işləməyi xoşlamırdım heç vaxt. Yəni, o Pirlo kimi idi, yəni belə də fantazist fasonu idi oyuncu. Prosta çox belə özünü cırmaq xoşlamırdı. Ona görə də deyir ki, mən özüm şey elədim də, yəni şansımı itirdim. Amma indiki mənim ağlım olsaydı, mən 100% yığmaya düşərdim. Okey, onu keçəkmi? Milan oyununa. Keçək. Niyə uda bilmədiniz? Niyə uda bilmədik? Yəni, icazə versən, mən mövzuya keçməzdən əvvəl Juventus neydi trenerin adı? Tudor, Modric haqqında. Tudor'un qəşəng bir açıqlaması var idi. Onu icazənizlə oxuyum. Deməli. Sən əzbər deyə bilərəm onu. Yox, belə mən oxuyum. Moderator da olsun. Neyse, dinə, tapamadım. Yox, əslində orada dedi ki, yəni mən Modric bizim millət üçün, bizim ölkə üçün əfsanədir və heç kəs ona çata bilməz. Amma mən ümid edirəm ki, bugün Modric Abasryots. Belə də Abasryots. O deyə bilər ki, Xorvatdır da. Abasryots da? Slaviya yazdı Google. Slaviyan dilləri də. Abasryots na Xorvatska. Abasratski. Abasryots na sonra. Düzdür, Modric yenə oyunda eləmədi elə bir şey, amma Pulisic yüngül. Modric oynadı. Modric hər şey eləməzdən sən. Yox, oyuna bulamadı da. Modric ən yaxşı oyun keçirib bəlkə də. Onu deyirəm də. Oyunun ən zor oyuncusu. Başa düşürəm nə deyirsən? Mən başa düşürəm sən Modrici tənqid eləmirsən. Əksində mən davam edirəm də. Modric pas verib, vardakı nəsə yıxdılar, penal oldu. Sonra Rafael Leao'ya super bir pas verdi. Leao buladı. Leao ümumiyyətlə bu oyunda yaxşı Pulisic heç, amma ondan da pis məncə hələ Leao idi. Çünki 2 dənə zor momenti buladı. Və Leao görsənir ki, hələ ki zədədən tam özünə gəlib. Amma bir məsələ var ki, zor idi. Nəyə görə? Leao məsələn girəndə oyuna Pulisicin yerinə girdi və Pulisic dedi ki, ürək-dirək verir ki, narahat ol, yaxşıdır, özünə gəl. Əsl bir görsənir ki, böyüyüb və komanda yoldaşlarına da yəni ürək-dirək verir və o lider kimi də onu qəbul edirlər də. O məndə yaxşıdır.
Sadəcə olaraq biraz indi momentləri vurmur. Məsələn, Napoli ilə keçən oyunda getdi qabağa. Bəlkə ən normal vaxtında, travmasız vaxtında bəlkə qeyb qol vurardı. Amma indi görsənir ki, hələ ki bu şey itir də bu. Nastroykası itdi. Amma məncə Milan birinci hissədə Juventus daha yaxşıdır mənim fikrimcə. İkinci hissədə isə Milan daha yaxşıdır və Milan elə fikirləşirəm ki, 2 xal itirdi. Brat, Juventus deyirsən daha yaxşı idi. Okey, strateji olaraq bəlkə də hardasa. Topa sahib olma daha çox idi. Amma moment olmur. Birinci taymda mən az qapı yatırdım. İkinci taymda bir dənə o qaçdı moment oldu, sondan sonra. Milanın nə qədər moment oldu. Milanda Juventusda qaçdı. Mənə görə ümumiyyətlə oyunda Milan qalib gəlməlidir. İkinci hissədə vəbşə Milan, yəni məsələn Juventus 1 xal qazandı, Milan 2 xal itirdi. Yəni söhbət bu söhbətdir. Söyün Juventus fanatlarına qoy bir dənə də story atsınlar. Yox, Juventus fanatları Zaten bizi niyə başladılar linçləməyə? Deyəsə o sən Ronaldo Juventus'a söhbəti. Hə. Oradan deyəsə bir aqressivləşdilər. Yox, mən orada Juvenin nə söyləyim? Bir də məni də təq eləyiblər. Yox, hamımızı təq eləmişlər. Yox, mən prosta Juventus harda söyləmişəm. Mənim işim Interləndir. Mən Inter Azərbaycan səhifəsindən göstərirəm. Mən vəbşə prosta Juventusa yazığım gəldi. 117 manat. 117 milyon pul veriblər, Ronaldo heç nə eləməyib onlar üçün. 8 milyon əhalinin borcları. Ronaldo heç nə eləməyib onlar üçün. Yox, sonra mən indi biraz situasiyanı yumşaldaq, zarafat eləyək deyə. Çünki orada yazmışdı ki, ikisinin Juventusdan xoşu gəlmir. Biri də yox, birinin Juventusdan xoşu gəlmir, ikisi də Milan fanatıdır. Həmişə heç vaxt Juventusdan danışmırlar, pis danışırlar belə temaya. Prosta məni təq eləmişlər, mənim haqqımda heç nə yazmamışlar. Mən də götürdüm, restore elədim ki, Juventus kimdir? Biraz sarkazm, biraz ara yumşalsın. Baba sarkazm soxdular. Juventus kimdir? Qaqaq əsəbləşdi, bütün storyləri zadı sildin. Amma yəni mənim Juventusdan heç bir dərdim yoxdur. Düzdür, bayaqların futbol tarixindən birini sildə, Interi saxlayıb Juventusu sildim. Yox, mən Juventusu bəyənmirəm, söhbətlə. Mən çox klubu bəyənmirəm. Bu dəfə kimsə mənə yazıb, bir komment göndərib mən şey üçün. Deyir ki, Samir ancaq güclüləri siz. Niyə yazmışdı? Zəiflərin düşməni güclülərin. Güləndə ağzı bağlı nəzakətli görsənirsən. Samir orada. Bunlar da məzəli. Mən intelligentam da belədə. İşlərimi düzəltsəm də o qalıb. Aristokrat. Şeydir, deyir ki, güclülərin nəsə zəiflərin düşməni, güclülərin dostu Samir. Mən West Ham azarkeşiyim. Qurban sənə. Mən West Ham azarkeşiyim. Bugün sabah çempionşipdə oynayacağıq biz. Mən nabır güclülərin düşməni. O çempionşipdə çempion olub. Orada da olmuruq çempion. Heç vaxt olmamışıq. Play-offdan çıxırdıq. Doğrudan. Blackpool play-offda oldu. Bəlkə Ligue 1-a azada düşmək lazımdır ki, çempion olmaq. Orada ola bilər. Orada maksimum çempion ola bilər. Okey, qaldım Milana. Yəni mən əlbəttə ki, sevindirir ki, Milan çox əla futbol bərpa olur. Milan həqiqətən Modric hələ də permanent, classes permanent deyim istədiymişkən. Modric'in o penalti vurmayan da mənim qardaşım yazdı. Dedim ki, burada polisçi penalti vermək olmazdı. Bunlar Amerikalılar öyrəşiblər ki, ancaq ştanqadan yuxarı vurmaq lazımdır. Nə oldu Amerikalı? Bundan qabaqki bütün oyunlarda qol vurdu penalda. Ştatlı penaltisti qaqa. Amma məncə Modric olmalıdır ştatlı penaltisti. Məşqçi təyin edir də. Bildiyimi məşqçi təyin. Okey, olsun bu da zarafat eləməyindi. Yox. Durum gedir. Yox, hələ sağ ol. Amma o əslində yaxşı zarafatdır da. Amerikalılar penal vura bilmirlər çünki elə bilirlər ki, ancaq ştanqanın üstündən vurmaq lazımdır. Amerika futbolunda axı. Burada Pulisic də seribdir. Məsələn, necə ki mən Lezgiyemo da elə seribdir orada. Eyni şeydir. Və qardaşım orada şeydir ki, onun indi Modric 2-3 dənə belə ötürmə verəcək. Deyən kimi bir dənə Liao, sonra yenə bir dənə Liao'ya. Liao da buladı da. Liao 9 nömrə oynaya bilmir də brat. Onun yadında da Pioli təzə gələndə onu prob eləyirdi, 9 nömrə alınmırdı. Liao'ya Allegri bunu da öyrətsə Liao'ya. Grande master. Yeni növbəti turda da Milan Fiorentina oynayır. Pioli'nin qayıdışı. Saxlasalar onu. Yəni bir dənə də qələbələri yoxdur. Çox pis. Pioli də ancaq Milanda alınır. Yəni biraz Juventus azarkeşlərin könlünə olaq. İşin biraz Juventus tərəfindən danışın. Siz mənə nəzərən seriyaya daha çox baxırsınız. Juventus manat hələ ki uduzmur çempionatda. Avropada uduzmayan komandadır. Yox, bilirəm. Ümumiyyətlə bu Tudor'un təməllərini atdığı Juventus sağlamdır, yoxsa irəliləmək var orada? Yaxşıdır, Tudor yaxşıdır. 100%. Tudor'un ən yaxşı Motta'dan fərqləndirən bir sənədir. Tudor komandada hər kəsə bəllidir ki, komandada kim lider, kim müdafiədə oynayır. Hamı rolları bəllidir. Hamının rolları bəllidir. Kim zamendən çıxır, kim zamenə gedir. Sən baxırsan Juventus'a və sən ümumi bir şəkil görürsən və başa düşürsən ki, bu Juventus oynayır. Motta daha biraz total oynamaq istəyirdi, mən belə düşünürəm. Çünki Bolonya'da biraz total futbolu hiss olunurdu. Prosta Juventus'da alınmadı. Bu transferlər, Koopmeiners biraz qaçırtmaq istəyirdi. Yəni Koopmeiners qaçan futbolçu deyil.
Kənan Yıldızı Zegrovanı alıb, məsələn, Zegrova heç oynatmır normal. Zegrova büyük kimi oyunçudur. Hazır deyil ki də. Onun taktikasına uyğun deyil. İndi yavaş-yavaş Başqa onlarda oynayıb, dünən onu vermir. bildiyimi yavaş-yavaş Open'də var bir abır. Open'də də özünü göstərəcək burada. Open'də çox əla sürətli. Open'də 3-4-3-də bir sənədə uçurdu burada. Yəni Leipzigdə. Leipzigdə o uçurdu. Əlavə sözcüsü bir sual vermək istəyirəm. Buyur. Bu bayaq PR və gənc futbolçular məsələsindən bağlayacağım Juventusa. Juventusda da mən şeyi çox istəyirəm. Kenan Yıldıza yeni Del Piero 10 nömrəsində verirlər, risklərdə bənzər qollarını yükləyirlər. Del Piero özü də gəlib ondan. Hə, o mahiyyəti yükləyirlər. Sizcə Kenan Yıldız həqiqətən Juventus yeni qurulan Juventusun lideri olub daşıya biləcək potensiala sahibdir? Yox, istedad baxımından yox da, mental baxımdan. Amma məncə Kenan Yıldız Juventusda çox qalmayacaq. Mən də elə gəlir. Bir 3 il, ondan sonra gələcək dərəcə. Mənə də fikirləşir. Kenan Yıldız Türk millisinə gələndə orada türk futbolçularla takılmasa, qəlyan çəkməsə, meyxanələrdə sürünməsə, Kenan Yıldız çox böyük futbolçu. Yox, bildiyim qədər Böyründə Milanda Çalxanoğlu var. Çalxanoğlu bütün Interrazivalkasını Türkiyəyə elədi. Başda da şey Katulla da az qala belə şeydir. Kenan Yıldız onsuz da Çalhanoğlular kimi çox belə Türkiyə özündən gələn biri deyil. Almaniyada doğulub. Çalxanoğlu daha biraz Almaniya doğulsa da düz deyir ki, o bilinir ki Türkdür. Yox, çünki Almaniyanın türk məhəllələrinə, oralarda Türklərdə Türklər ümumiyyətlə getdiyi hər bir yerdə öz mədəniyyətini itirmirlər. Bitirməsin demədə kim deyir mədəniyyət itirsin? Bu da mədəniyyətin bir parçasıdır da. Amma yəni okey də heç olmazsa öz potensialını tam olaraq aç. Plus da deyəsən Bavariyanın akademiyasından çıxıb da Kenan Yıldız. Deyəsən. Hə, Bavariyadan çıxıb və yəni çox güman ki, yəni alt yaş qruplarında almışdı. Eyni məhəllədəndirlər. Yox, Bavariyada yaşayır. Məsəl üçün Çalxanoğlu Bavariyadan çıxmayıb da. Çalxanoğlu daha provinsial bir klubdan çıxıb. Və ona görə də deyəsən Schalke idi, Hamburg idi. Deyəsən Hamburgda oynayır, sonra getdi. Hamburgda oynayırdı, sonra Leverkusenə getdi. Yəni Hamburgdan əvvəl hansı klubda idi? Deyəsən Schalke. Şey kimi də Məsud Özil. Daha provinsialdır və ona görə də məncə Kenan Yıldız və onun ümumiyyətlə Kenan Yıldızın meydanda davranışı, nəsə. Hələ yaxşıdır. Instagramına baxırsan. Bax Kenan da bir də Ardadır. Çox Avropa Arda doğrudan razıyam. Arda heç bilinmir ki, Türk futbolçudur. Heç bilinmir. Orada biraz Perez təsiri də öz sözünü deyir əlbəttə. Yox, yenə də Fenerbahçedə oynayanda da belə şey. Hə, Fenerbahçedə oynayırdı. Ha, çox belə zroslarda idi. Arda çox zroslar. Türk yığması çox bir yığmalar var orada. Qəşəng məşq. Qoriyanın bu yığmanı bir məsələdən nə deyim ola? Mantella məşqi deyil də niyəsə yazırlar? Yaxşı. Mantella məşqidir Kim gəlsin? Fatih Terim gəlsin. Yox, əlbəttə. Kim məsələn o dinən kim türklərə normal bir futbol göstərir. Klinsmann. Amma sən Klinsmann ala. Löw. Löw oturub Özbəkistan çağırıb ona gəlməyib. O oturub pensionerdə oturub oynayır. Özbəkistan və Türkiyə. Biz bir dəfə Qalatasaray haqqında danışanda Ələkbər abi demiş ki, Qalatasaray əgər bu heyətin uğurlu olmaq istəyirsə, Okan Buruk əvəzinə İraola yoxdur. İraola tipli futbola yeni baxış gətirən məşqçilər. Amma məncə milliyə də eləməlidir. Milliyə məncə yox. Milliyə belə nə qoca qurt lazımdır. Yaxşı, mən razı deyiləm. O Fenerbahçenin ən uğurlu məşqçilərdən kim idi? Türk. İsmail Kartal. Aykut Kocaman. Allah hamısı qocadır. Neçə ildir praktikaları yoxdur bunların. Abi onlar sənə bir şey deyim, oturub güncəl futbola yaxşı, kimi gətirə Türkiyəyə? Fatih İmperator. Fatih Terim Kenan yazır. Fatih Terim Arda'ya deyəcək ki, vur qabağa topu, Kenan sən qaç. Fatihin maksimum futbolu budur da burada. Başına o günəş gəlir. Rezultat verirdi. O qocalı. Onlar müasir tendensiya. Ona gedirəm, rahat. Yahim Löw. Qurban Qurbanov. Yahim Löw. Qurban Qurbanov götür. Zor olar, zor tema olar ha. Yazın, Qurban Qurbanov Türkiyə yığmasına getsin yoxsa yox? Qurban Qurbanov. O qırğın olacaq sənə. Xüsusilə bu axırıncı podkastda şərh bölümünə yazan türk vətəndaşlarından xahiş edirik ki, bu fikrə münasibət bildirsin. Bizim türklər də baxır. Arkadaşlar bilət. Arkadaşlar biletdən ala. Nabarat qızışıyoruz ha. Söyürlər də bizi də. Normal yazan var idi. Yox, bir dənə uzun həqiqətən adekvat. Bəli, doğrudan bizə adekvat, gözəl bir kommentlər yazan türk dostlarımıza salamlar deyirik. Arkadaşlar selamlar. Nasılsınız? Qəşəng. Biz oxuyuruq. Çox sağ olun. Nəysə. Ha, o Qurban Qurbanov getsə məncə babat olar. 100%. O cavan nəsil verəsən. Bu pozisiyada əla futbolçu var. Qurban Qurbanov ola, Elvin hardadır? Tona hardadır? Şahruddin'i gətirin. Mert Böldür kimdir? İki mərkəz müdafiəçi çıxmaq şərtidir. Çünki bardakçı və söyüncü yəni. Bardaqdır da. Amma şey var da, bardakçı. Demiral var da. Qalatasarayın mərkəz müdafiəçisi bardakçı da. Baba Demiral yaxşı dedim. Kenan Yıldızla Arda Gülər Demiralın yolunu getməsələr. Demiral
Deyirdilər ki, bəlkə də dünyanın top 10 zaşitnikinin içində düşürdü, müdafiəçinin içində düşürdü. Necə oldu getdi düşdü bu şeyə, Əl-Nəsrə? Hər şeyi qoydum. Almaniyada nə istəyirsən? Hadi mən deyirəm də bu türk. Ronaldo kimi nümunə var. Adamla məşqə girirsən, ondan bir 5% örnək götürmək əvəzinə bu getdi nətər qamışıyan Çünki- oldu. Akşin Çalxanoglu da yanında. Çalxanoglu Milanı Interə 1 milyon söhbətini edib, deyib ki, qaqa, Heç olmasa ömrümüz Interə azdır, gedib futbol də ömrümüz bura. azdır. Qaqa, pul verilərsə get. Bax, Qardaşım, təxminən belə söhbət var. Abi, Qardaşım, get. qurban sənə. Heç olmasa Interə getdi də bura. Az verirdi də pul. Ələkbər abi Abi, bir də nə vaxt ona bir dənə əl-əhli nə vaxt bu qədər pul verəcək kimsə ona? Sən Çalxanoğluya Patolog vermirdilər. ümumiyyətlə Sən də Çalxanoğluya vermirdilər. Getmədi axı. Çalxan heç olmasa yaxşı, Çalxan yaxşı nümunədir bura. Çalxan Çalxanoğlu. illərdir Avropada Çalxan- oynayır, getmir heç yerə. Avropada doğulub da. Demirel Avropada doğulmayıb axı. Allah fərqi nədir? Demirel Altın Ordudan gəlib. İstərsən sən deyirsən, türklər, Alman türklər. Alman türkünün istərsən vizyonu biraz fərqlidir. Yo, Rusiyan razı. Biraz fərqlidir. Doğrudan sənə. Amma yenə də hər bir türk futbolçunun sonu Türkiyə çempionatıdır. Necə ki bu İlkay Gündoğan da bunu göstərib, Məsud Özil də onu göstərib. Qardaşım, Hətta Alman yığmasında oynamış. Sonu 35 yaşında olsun razıyam. Olsun. Mən bir azarkeş kimi Arda Gülərlə Kənan Yıldızı, yəni həqiqətən Emre Can deyəsən gəlməyib. O şeydə də Türk çempionu hələ ki gəlməyib. Dortmundun xəstəxanasındadır. Hələ ki gəlməyib də. Belə normal bir şey leveldə, səviyyədə oynamış Türkiyə futbolçulardan və hələ Orkun niyə gedib? Orkun çox Tupoyluq elə. Doron Tupoyluq gənc yaşda sən gəlsən bərbad vəziyyətdə olan Beşiktaşa və Beşiktaşda da hələ ki lider ola Sən bilmirsən. Benfica kapitansanız. Amma sən dedim ki, Benficadan Beşiktaş getmək istəyirsənsə də yaxşı yerə gedə bilərdin. Amma Beşiktaşda mən indi bu dəqiqə gözləyirəm ki, Sergen Yalçın nəsə bir geri dönüş eləsin. Çünki axırıncı oyunda da baxdım ki, Qalatasaray ilə mən Dirəşirlər. təxminim var idi ki, uduzmayacaq Beşiktaş. Sadəcə qırmızı kart Qalatasaray aldı, mən də üstündə Beşiktaş udacaq. Hələ bununla da bir oynadılar. Yenə də Beşiktaşda şey var da, biraz. Orada o Simkənə bir dənə də qırmızı verməlidirlər. Dalğalanma. Ha, yes. Keçək Premyer Liqaya. Premyer Liqaya nəyə keçirir? Yo, mən qardaşın keçərsin. Ha, Chelsea Liverpool 3 turdu, 3 oyunda səmərəli şəkildə bılaya gedir. Qardaşıma söz vermək istəyirəm, səmərəli şəkildə danışsın Liverpooldan. Arsenal da birinci yerdə. Bax, Frimpongdan istəyirsən danış, Wirtzdən istəyirsən danış, Dominikdən istəyirsən danış, Arne Slotdan istəyirsən danış, Mamardaşvili elə vaxt. Ürəyin, bax, yarım saat sənə belə açıq mikrofon danış, biz gedib çay çəkirək. Səmərəli şəkildə dəyərləndir bu 30 dəqiqə. Mən yenə anlamıram da niyə görə belə baş verir. Tipik Holland sendromuna girib məncə Arne. O bəllidir. Gözlənilən idi. O bəllidir. Sadəcə niyə Frimpong'u oynatmırsan müdafiədə? Mənə hələ də onu çatmır. Şey xoşuna gəlməyib də, Galatasaray oyundakı winger performansı xoşuna gəlmədi Frimpong'un. İkinci moment, bax, Liverpoolun ən böyük səhvlərdən biri indi Wirtz okey qoyaram kənara. Halbuki Wirtz yəni pis oynamamışdı əslində bu oyunu. Orada Salah 2 dənə moment çıxdı. Oyuna girən kimi də estetik gözəl pas verdi razıyam. Ümumiyyətlə Wirtz'in 1-2 dənə moment olur ki, yəni oyunda indi okey, bu 1-2 momentdə amma biz ümumi danışırıq. Ümumiyyət bir dənə də çox üzrəm əlavə eləyim. Wirtz bu tur yox, bundan əvvəlki tura qədər mən səhv etmirəmsə Premyer Liqada ən çox qol vəziyyəti yaradan futbolçudur. Onu deyək, yəni haqqına girməyək. Okay. Amma dəyərləndirmirlər. Okey, keçək İsaka. Bir transfer o qədər uzanır. İsak sezon əvvəlində bir dənə də məşqə çıxmır komanda məşqinə. Ümumiyyətlə başqa sistemdə oynayır. Eddie Howe'un sistemində oynayırdı, ondan qabaq Real Sociedad sistemində oynayırdı və Slot'un sistemi, ümumiyyətlə heç vaxt Holland sistemində oynamayan bir futbolçudur. Oynayıb, o da Heerenveendə, o da bilinmir hansı məşqçi idi, nə oynayırdılar. O da çox cavan yaşında. Və Slot onu alır, özü böyük pulu alır və deyir ki, yox, mən hələ də onu istəyirəm. Eketikin aldınız da, qutardı, getdi. Nunez'i satır və hansı ki, Nunez yəni bu sistemdə qalırdı, bəllidir, oyuncular bir-birini tanıyırlar. Nə qədər də çolaq olsa, nə qədər də şey olsa, amma Galatasarayla oyunda, yəni Nunez'in belə oyunları çox olub. Keçən mövsüm Newcastle-la, keçən mövsüm səhv etmirəmsə, bir klubla da 2 dənə dubl eləyib oyun çıxartmışdı. Galatasarayla oyunda Nunez məsəl üçün daha çox kömək edə bilər, nəinki İsak. Çünki Nunez öz üzərinə bəzən elə momentlərdən oyunu götürür ki, yəni sən deyirsən ki, adam buradan zərbə vurmaz da. Bu da gedir Ostrugoldan bir dənə zərbə vurur, top girir qapıya. Olur elə şeylər. Və sən alırsan İsakı və İsak hələ də görürsən ki, İsak yəni praktikası yoxdur. İsak bilmir nə etsin meydanda. Çünki artıq Liverpool bütün yay boyu məşq eləyib, bütün sxemalara işləyiblər. Futbolçular artıq bilirlər nə etmək lazımdır, nə etmək lazımdır və bura bir dənə futbolçu girir, hansı ki bir dənə də məşq keçirməyib və sezonun
ən qızğın vaxtında o məşqlərə qoşulur və artıq sən yəni futbolçular da bəzən bezir də. Yəni eyni şeyi misal üçün sən eləyirsən. Misal üçün mən Muxa indi deyəcəm ki, mən bu söz demişəm, indi bundan 60 dəfə deyəcəm, sən məni təzədən çək. Yəni Muxa bezəcək. Yəni eyni şey də misal üçün İsakla oldu. Bilmirik İsak nə vaxt ritmə düşəcək. Ritmə düşəcək, nə vaxt başa düşəcək ki, mən nə etməliyəm. Ekitiki-də səhv edirəm, siz Qalatasarayın zədə aldı da. Ona görə bəlkə də Chelsea-nin oyunda İsak çıxmayacaq, Ekitiki oynayardı. Düzdür, 70 əvəzlədi, 70-dən sonra 70-dən sonra da tam olaraq oynaya bilməzdi o. Plus da Liverpool yenə axırıncı dəqiqələrdə qol buraxdı. Necə Crystal Palace-la oyunda 97-də, burada 95-də səhv edirəm, qol buraxdı. Estevao. Və yenə eyni problem. Kerkezi oynada bilmir. Yəni Kerkez niyə alınmışdı? Sən Kerkezi oynada bilmirsən. İkinci moment. Yenə Iraola sistem futbol oynayır. Iraolda Lüboy futbolçu oynadır. Iraolda bax, Kerkez keçdiyə brat. Trafertə bax. Gör bir dənə Trafertdən sənə sinirlər. Elə bilsən ki, bunlar indi 70 milyondur. 1000 dəfə deyirəm də, hər dəfə deyirəm, hər verilişdə sistem komandalardan futbolçu almaq olmaz. Justin Kluivert 15 ildə futbol oynayırdı, gəldi Bournemouthda 1 ilə elə statistik elədi ki, nə Romada, nə Sevilla'da oynayırdı, yoxsa oynamırdı ya. Marsel'də. Nə Ajax'da, nə Marsel'də, heç yerdə oynaya bilmir. Nə oldu, gəldi Bournemouthda? Çünki Iraola. Iraola da bir futbolçu sərbəst oynayır, o da Semenyo. Semenyo Lüboy komandaya qoy, Semenyo bomba kimi oynayacaq. Öpürəm mən bu həftə Fantasy'də pik hallar verdi. Comeback elədi. Qalan bütün futbolçular Iraolanın, yəni diktə altındadır, belə bir söz var da. Diktəsi altında. Diktəsi altındadır. Diktəsi altında. Diktəsi altındadır. O da olar. O da elə məncə o da müstəhəbdir. Və belə bir mühitdən sən futbolçu götürsən, Kerkezdir. Nə qədər verdilər? 60 milyon verdilər. 60. Mən deyəsən verilişin əvvəlində biz rəhbərlə, verilişini sezon əvvəlində biz rəhbərlə dedik də, yəni Liverpool əsində böyük pullar xərcləyib. Mən İsakdan və Ekitikidən başqa, yəni mən düşündüm ki, İsak dərhal gələcək. Heç bir transfer vurğulamırdım ki, yaxşı. Frimpong'a çıxdıq, baxırdıq. Birisi dedi ki, bilinmir, bu necə oynayacaq, 60 dəqiqə oynayır. Elə belə də dedi, nə dedi, o oldu da. Frimpong s***ir, Virts 60 dəqiqə maksimum oynayır. Kerkez bilinmir nə eləyir, özü bilmir nə etmək lazımdır. Kerkez bütün Iraol da ancaq hücumlarda qoşulurdu. Bu Kerkez'e şey oynadır orada. O defansif oynadır daha çox. Ancaq arkada oynadır. Kerkez qoşulanda da düzgün, çünki Kerkez inversiya ilə qoşulurdu Iraolda. Burada Kerkez, Ruslar Duga deyirlər ona. Elə bir, necə deyim, Karoçi, yumuru kimi. Necə var, belə deyirlər. Ovalvari qoşulur. Ovalvari qoşulur. Ovalvari də qoşula bilmir Kerkez. Qoşula bilsəydi Milanda qoşulardı. Onun problemi bilirsən nədir? Ovalvari qoşula bilməməsinin səbəbi. Virts geridə oynar. Ümumiyyətlə defansif oynamasının səbəbi nədir Kerkezin? Bunda sağda Frimpong oynayır. Frimpong ofansivdir. Məcburdur ki, Frimpongu qabağa atsın. Frimpong yoxdur, Virts oynayır deyə Soboslaya atıb ora. O yetim də müdafiəçi deyil, onu da məcburdur qabağa. Bradley özü də Origin'in yarım müdafiəçidir, onu da ora monte eləyib. Bunlar məcburdur ki, hər üç alternativində hücum aparsın və arxana 2 dənə zaşniklə saxlaya bilmir. Üçləməlidir məcburiyyətdən. Kerkez Gravenberg düşür də. Yox, Gravenberg düşürdü zaten. Hərdən bir qabağa gedən də Kerkezlə üçlüyür. Və indi ikinci hissədə mən bunu müşahidə etdim bu son oyunda. Virts 10 nömrə kimi oynasa da Virts özünü tez-tez sola atır. Çünki Gakpo girir içəri, hücum. Virts sola atır, düz düşür Kerkezin hücum. Kerkezin yer yoxdur da. Yer yoxdur da. Kim qalır ki, mən nə edeyim burada? Gakpo ilə Virts oradadır. Hə, bu da təkrar düşür qalır. Əgər McAllister orada qoşulursa, 3 nəfər orada olur. Amma 4-cü nəfər orada deyir şeydir, mən nə etməliyəm? Və bu bütün hamısı onu göstərir ki, Arne Slot əlindəki tüklənmiş malzemə ilə nə deyəcəyini bilmir. Hələ də bilmir. O oyunçuları aldı, bilmir nə edir. Belə baxanda halbuki bütün transferlər də öz istəyi ilə alınıb. Keçən ildə qışdan sonra pis gündə başlayıb oynamağa da. Sadəcə olaraq fərq çox idi və Arsenal gündə idi. Ona görə də Liverpool çempion oldu. İndi isə bəri başdan bir də Jurgen Klopp'un təməlləri üstünə oynayırdı. Oyunçular bilirdi o əvvəldən qalan. Plus da Salah yəni ki, Salah indi Maradona modu qoşmuşdu. Salah indi gedəcək Afrika Millətlər Kubokuna. Salah yoxdur. Mənə də şey də çox maraqlıdır ki, yəni sən zaten keçən mövsüm hələ səndə ancaq Robertson artıq qocadır. Bəzi momentlərdə məsələn Liverpool gol buraxırdı. Niyə görə Robertson hücuma qoşulurdu, arxaya qaça bilmirdi, çatdırmırdı və gol buraxırdı ya da penalti eləyirdi.
Sən zaten keçən mövsüm Gravenberg-i necə özün açmışdın da Gravenberg-i sən göstərdin ki, dünyaya göstərdin ki, bu oyunçunu belə oynatsan zordur. Səndə Arnold keçirdi sağ lateral, Robertson sol lateral, Van Dijk'la kanatı olurdular left center back, right center back, Gravenberg keçirdi onların mərkəzinə. Bütün hücumu Gravenberg. Gruba görə Gravenberg, Beckenbauer sayağı bir performans göstərirdi. Ön libero. Yes, ön libero. Sən niyə bunu dəyişirsən axı? Bizə niyə görə dəyişir? Çünki Virtsə 140 milyon pul verir. Oynatmalıdır. Amma Liz Virtsi oynada bilmir. Virts də, İshak da transfer məbləğlərinin altında əzilirlər. Bir də Chelsea tərəfindən, Chelsea bütün oyunu orta blokda boğdu Liverpoolu. Sol tərəfdə də bilir ki, özlərinin solunda, Liverpoolun sağında. Müdafiədə müdafiəçi yoxdur orada. Ya Dominik oynadı, ya da Conor Bradley oynadı. Salah da müdafiəyə köməyə gəlmir. Neto ilə Kukrela başladı oran eşdi. İkinci qolda oradan bir dənə asma qol. Fikir versən qollar hardan gəlir? Ancaq o cünahdan. Bu Soboslay müdafiəçi deyil qardaşım. İndi mən montajda imkan edə bilsəm bu ekranı verəcəm. Bir Liverpoolun pas xəritəsi hansı bölgələrdə daha çox pas verilir? Bir də Chelsea. Chelsea'nin pas xəritəsi ancaq solda Garnacho'yadır. Liverpoolun pas xəritəsi harda? Konate, Van Dijk, Gravenberg arasında fırlar. Center'ın Chelsea tərəfində Konate da zədələndi. Yəni ümumiyyətlə sən desən ki, Chelsea centerı yedi, ümumiyyətlə Liverpoolu bu mövsüm hamı centerdə yedi. Galatasaray belə centerdə deyil. Galatasaray yedi, Bournemouth yedi, Newcastle da ikincidən də yemişdi. Zaten Atletico Madrid yemişdi onları centerdə 40-cı dəqiqədən sonra. Prosta indi Galatasaray qələbə qazandı, Crystal Palace qələbə qazandı, indi də Chelsea qələbə qazandı. Bəli. İnşallah növbəti turda Manchester United qələbə qazanır. Bilmirəm bu vəziyyətdən necə çıxacaqlar. Manchester United də centerə. Hətta 2 dənə center olmayan komandadır. Mən çox maraqlıdır nə oynayacaqlar. Oradakı Liverpoolda center var da. Manchester okey yoxdur. Ugarte oynayır da. Səndə axı McAllister var. Səndə Soboslay var. Allah yapışmısan bu Virtsdən. Bir də respekt atmaq istəyirəm icazənlə İraloya. Zabarnisi getdi, Kerkezi getdi, Huysen'i getdi və 4-cü yerdədir bu dəqiqədə. Sistem bura. Öpürəm səni. Bir dənə də respekt atıram Erling Haaland'a. Brentford oyununda da 10 qolu ilə 3 xal aldı. Onsuz da Çempionlar Liqası Monaco ilə 2-2 vurmuşdu. Oyundan sonra da özü də səbləşmişdi ki, oyunu udmalıydıq. Bir dənə Haaland haqqında məlumat verim. Haaland bu mövsüm Şeşko, Gyökeres, Isak, Ekitike, Lewandowski, Salahın toplam qolundan daha çox qol vurub bu sezon. Və bu Haaland'ın Manchester City'də ən zəif başlanğıcıdır. Ona da bir dənə respekt atıram. 18 gol var bütün turnirlərdə daxil olmaq. Bütün turnirlər. Mən Premier Liqanı deyirdim. Premier Liqada 11. Ondan çox ancaq şey vurub da Kane. Bavariyada. Ondan ancaq Kane vurub. Ona da bir dənə respekt. Kane heç də Kane Messi'nin rekordunu da qırdı. 20 qola bir mövsümdən tez çatmadı. Nəsə bir rekordudur. Kane 20 başa düşməyəndə buradılar. Arsenal da bir dənə təbrik, respekt atmasam da liderlik postuna oturdu. Təbrik belədir. West Ham odur lider postuna oturdu. Nə? Təbrik Arsenala. Arsenal ancaq bu qədər bəsdir. Ya, elə eləməyin. Danışırsan West Ham oyununa? Mən keçən mövsümdə demişdim. Arsenal əgər West Ham udursa, hücumçu alsa, West Ham işlər düzələr. Çünki Arsenal West Ham kimi komandalar uduzmayacaq. Gökəş gol vurmasa da Gökəş desə assist eləmişdi. Assist elədi. Yox, faydalı oynadı şeydə. Çox faydalı. Mən açığı United oyunu ilə bir yerdə qarışdırıb baxırdım deyə çox belə fokus edə bilmədim oyuna. Mən birinci dəfədir ki, mən West Ham oyununa danışa bilərdim. Yəni West Ham başlı futbol oynasaydı 0 zərbəyə burada. Espirito Santo Məncə Espirito Santo'ya vaxt vermək lazımdır. Vaxt apar tulla deyil abi. Pascalonu gətirmək lazımdır. Yox, Espirito Santo'da problem deyil. Rəhbərlikdə problemdir ki, o heyəti Espirito Santo'nu gətirir. Heyət Espirito Santo deyil. Heç kəsdə problem deyil, rəhbərlikdən başqa. Orada problem keçən il yarandı. Lopetegini ora gətirənin ata-batasına ləhnət. Yəni Fornalsi satırsan. Sən komandanın ürəyini satırsan, brat. Betisə. Və o həmin il gedib Betisdən Konferans Liqasının finalına çıxır. Okey, sən Rice'ı satdın və Rice'ın əvəzinə aldığı futbolçular kimlərdir? Alvarez idi də. Alvarez, onda Fenerbahçeyə satdı. Edson Alvarez'i satdılar da. Onda Fenerbahçe. Sonra gəldi Edson Alvarez ən yaxşılardan idi. Edson Alvarez'i satdın. Fulkrug alırsan. Sən niyə Fulkrug alırsan axı? Sənin Antonion var.
sən alırsansa, Yəqin təxmin eləmişlər də Antonio var ilə. Satdılar Antonio. Yox, bura alırsansa Antonio'yu əvəzi. Antonio'dan qat-qat güclü. Antonio hara getdi? Heç yerdə Antonio ilə futbol oynamır. Evdədir. Karyerasına qayıtmıyor. İndi Potter da onu qayıta göndərdi Antonio. Antonio qalacaqdı West Ham'da. Potter onu göndərdi. Zındırdı. Və rəhbərlik bilsən necə eləyir? Potter Göndərmək üçün. Ha göndər də. Ha bunu sən elə də. Biri var misal üçün bəzi klublarda. Olsun da. Məşqçiyə ümumiyyətlə heç nə imkan vermirlər. Burada bizə nədir? Məşqçi gəldi. Nə istəyir eləyir bura. Nə istəyir. Amma Espirito Santosun futbolunu mən şəxsən bəyənməsəm də, Espirito Santosun komandanı toparlanmaq kimi xüsusiyyəti var. O bunu bacarır. Svetoyduqdur da bura. Və mən inanıram ki, indi bizim yarım müdafiəmiz çox bərbaddır. Yəni orta blok yoxdur. Magasa ilə Fernandes okeydir. Yeni transferlərdə Fernandes mənim çox xoşuma gəlir. Paketə həddindən artıq çox topu özünü saxlayır. Düz cinaqlarla Diouf, yəni Diouf bacarmırdı da. Saka Diouf'u bizə 2 dənə gol, birinci gol buraxana kimi, yəni eyni atak, eyni hücum, Arsenal eyni hücumu 4 dəfə elədi. 4 dəfə. Çünki görür ki, keçir də, mən niyə özümlə uydurum nəsə. Rice görür ki, bu pas keçir. Hələ verim getsin. Hələ birinci dəmdə 3-4 dənə Arsenal rahat vuracaqdı. Yəni Eze prosta kasoyluq elədi. Hələ vur, mən fantasy'də qazanım da. Heç olmasa West Ham udmursa, heç olmasa fantasy'də qazanım. Cinaqlar yoxdursa, o yoxdursa, sən Espirito Santosu gətirirsənsə, sən ona futbolçu almalısan qışda. 100% ha. Yəni transfer lazımdır Espiritoya. Transfer vaxt ver, o toparlayacaq West Ham. Ha, bu arada bir dənə də təbrik Manchester United axır qapıçı aldılar uzun illərdən sonra. Lamens Man of the Match aldı deyəsən. İlk oyununda. Bu həftəlik də bu qədər. Gələn həftə buradan bir açıqlama verim ki, Qərb Ekspressi olmayacaq milli fasiləyə görə. Onun əvəzində Tərlan Şahinoğlu ilə futbol podkast izləyəcəksiniz. Ondan sonraki həftə Qərb Ekspressi ilə yenidən buradayıq. Öpürəm, bağrıma basıram. Hər birinizi görüşənədək. Biz də istirahət eləmək istəyirik uşaqlar.